Mərdumun uşağı Cəlal Ali Əhməd. Mən nə iş görə bilərdim? Ərim hazır deyildi məni uşağımla saxlaya. Uşaq ki özünün deyildi. Qəblənçi həyat yoldaşımın idi. Ki təlaqımı vermişdi və hazırda olmamışdı uşağımı saxlaya. Əgər mənim yerimə başqa bir adam olsaydı nə eləyərdi? Mən də gərək yaşayaydım. Əgər bu da məni təlaq versəydi nə eləyərdi? Naçar idim uşağı bir cür başımdan eləyəm. Mənim kimi bir gözü qulağı bağlı qadın bundan başqa ayrı şey fikrinə yetişmirdi. Nə bir yeri tanıyırdım, nə bir rahı çarə bilirdim. Bilirdim uşağı şirxarqaha qoymaq olar, ya bir ayrı xaraba qalmışa tapşırasan. Vəli nə məlum ki mənim uşağımı qəbul eləyirdilər. Hardan biləydim ki məni məətəl eləməyəcəklər və abrama aparmayacaqlar və 1000 dənə ad özüm və uşağımın üstünə qoyalar. Hardan? İstəmirdim bu cür qutara. Həman gün vaxtı axşam tərəfi həmsayələrimə tərif elədim. Bilmirəm, elə bil ki biri dedi. Eləyə bilərsən uşağı aparasan, şirxarqaha tapşırasan ya Darüləytama. Bilmirəm daha haraları dedi. Vəli anam ona dedi. Fikir eləysən yol verələr. Mən boyunca bu fikir özümün də yadıma düşmüşdü. Amma vaxtı o qonşu qadına bu sözü dedi. Ürəyim əsdi və öz-özümlə dedim. Sən özün gedibsən ki yol verməyələr. Və sonra anama dedim. Kaş ki bu işi görəydim. Amma mən ki bilmirdim. Mən ki etminanım yox idi yol verələr. O vaxt ki day gec olmuşdu. O qadının sözündən elə bil ki bir dünya qəm ürəyimə töküldü. Uşağımın tamam şirin karələri gəldi yadıma düşdü. Daha taqət gətirmədim və bütün qonşuların gözün qabağında zar-zar ağladım. Amma nə qədər pis idi. Özüm eşitdim ki biri dodağının altınca dedi. Hələ utanmır, bir də ağlayır. Yenə anam dadıma çatdı. Mənə çox dildarı verdi. Düz də deyirdi. Mən ki cavanlığımın əvvəlidir. Niyə bir dənə uşağa bu qədər qüssə yeyim? O da bu vaxt ki həyat yoldaşım məni uşaqla qəbul eləmir. İndi çox vaxtım var ki oturam və 3 dənə ya 4 dənə dünyaya gətirəm. Düzdür ki əvvəl uşağım idi və bu işi gərək görməyəydim. Vəli neynək, daha iş işdən keçib. Daha fikirləşməyi yoxdur. Mənim özümün azarım yox idi ki duram gedən və bu işi görəm. Həyat yoldaşım idi ki israr eləyirdi. Düz də deyirdi. İstəmirdi başqa bir nərrə xərin salıb getdiğin sufrasının başında görəm. Mən özüm də vaxtı papağımı qazi eləyirdim, ona həq verirdim. Mən özüm aya hazır idim, ərimin uşaqların öz uşaqlarım kimi sevəm və onları öz həyatıma sərbar hiss eləməyəm. Onları ərimin sufrasında çox görməyəm. Elə o da mənim kimi.
Onun da haqqı var idi ki, eləyə bilməyəm mənim uşağımı ki, yox. Bir nərə xərin uşağın özü demişkən süfrasının başında görəm. O həman 2 gün ki evinə getmişdim, həməş uşaqdan danışdıq. Sonuncu gecə çox danışdıq. Yəni nəinki çox danışaq. O yenə də uşaqdan danışdı və mən qulaq asdım. Axırında dedim, xoş deyirsən nə edim? Həyat yoldaşım heç nə demədi. Bir qədər fikirləşdi və sonra dedi, mən bilmirəm nə iş görəsən. Hər nə iş görürsən özün gör. Mən istəmirəm bir dənə nərə xərin salıb getdiyin süframın başında görəm. Bir yol və çarə də mənə öyrətmədi. Müştərək həyatımızın 3-cü günü idi. Vəli məndən küsmüşdü. Özüm bilirdim bu işlərlə istəyir məni vadar eləyə ki, uşağın başına kəm. Səhərdəki evdən çıxırdı, dedi, nahar ki qayıdacam, da gərək uşağı görməyəm. Və mən öz təklifimi onda bildim. İndi nə qədər fikirləşirəm bilmirəm, nə cür ürəyim razı oldu. Amma daha mənim əlimdə deyildi. Namaz çadramı başıma atdım. Uşağın əlindən tutdum və evdən bayıra çıxdım. Uşağın 3 sinni var idi. Özü qəşəng yeriyirdi. Pisi bu idi ki, 3 il ömrümü sərf eləmişdim. Bu çox pis idi. Tamam dərd-sərləri qurtarmışdı. Tamam gecə uyaq qalmaları keçmişdi və təzə əvvəli rahatim idi. Amma mən gərək öz işimi görəydim. Maşın dayanacağınacaq yeritdim, getdim. Ayaqqabısını geydirmişdim. Təzə paltarların əyninə geydirmişdim. Bir balaca mavi rəngdə kot şəlvar. O əvaxirdə keçmiş həyat yoldaşım almışdı. Paltarın əyninə geydirəndə bu fikir zehnimdən keçirdi ki, niyə hələ təzə paltarların əyninə geydirirəm? Vəli ürəyim razı olmadı. İstəyirdim saxlayam ki, neyniyəm? Həyat yoldaşımın gözü kör. Əgər yenə uşaq sahibi olduq, özü getsin paltar alsın. Paltarın geydirdim, başına daraq çəkdim. Çox göyçək olmuşdu. Əlindən yapışmışdım və o biri əlimlə namaz çadramı möhkəm tutmuşdum və yavaş-yavaş qədəm götürürdüm. Day lazım deyildi, hey yaman deyəm ki tez yeri. Sonuncu dəfə ki əlindən tutmuşdum və özümlə küçəyə aparırdım. 2-3 dəfə istədi qaqa alam. Dedim əvvəl maşına minək, sonra sənə qaqa alaram. Yadımdadır o gündə başqa günlər kimi tez-tez məndən sual soruşurdu. Bir atın ayağı çalıya düşmüşdü. Mərdum dorəsinə cəmlənmişdi. Çox israr elədi ki, yuxarı tutam, ta baxa görə orada nə var. Üstə tutdum və gördü. At ki, ayağı yaralanmışdı və qan gəlirdi. Yerə ki qoydum, dedi, ana əli uf olmuşdu. Dedim, hə canım, anasının sözünə baxmayıb uf olub. Maşın dayanacağına qədər yavaş-yavaş getdim.
Hələ əvvəl vaxtı idi və maşınlar çox idi və mən şayət yarım saat istgahda dayandım ta maşın düşdü. Uşaq çox darıxırdı və mən yorulmuşdum. Hey sual soruşurdu və hövsələmi aparırdı. 2-3 seri dedi: "Pəs mama nə oldu? Maşın gəlmədi, gedək mənə qaqal." Və mən dedim: "Əlan gəlir. Vaxtı maşına mindik, sənə qaqalacam." Axır 7-ci xətti tutdum və meydan şahda piyada oldum. Uşaq yenə danışırdı və hey sual soruşurdu. Yadımdadır ki, bir seri soruşdu: "Mama, hara gedirik?" Və mən bilmirəm niyə dedim: "Gedirik babanın yanına." Uşaq mənim üzümə baxdı və dedi: "Hansı baba?" Mənim hövsələm yox idi və dedim: "Nə qəd danışırsan? Əgər çox danışsan, sənə qaqa almayacam." İndi nə qəd ürəyim yanır. Bu cür şeylər daha çox adamın ürəyini yandırır. Niyə uşağımın ürəyini o axırın dəmlərdə bu cür sındırdım? Evdən ki çölə çıxmışdım, özümlə əhd bağlamışdım, hirslənməyəm. Uşağımı vurmayam, onunla xoş rəftarlıq edəm və yaman deməyəm ona. Vəli indi ürəyim yanır. Niyə o cür sakit elədim? Uşaq sakit oldu və şoferin şagirdinlə ki ona şəklək çıxardırdı, danışırdı. Başı gülməyə və danışmağa qarışmışdı. Amma mən ona məhəl qoyurdum. Nə uşağıma ki hey üzüm mənə tərəf döndərirdi. Şah meydanında dedim saxladı. Uşaq hələ gülürdü. Meydan şuluq idi və otobuslar çox idi. Və mən hələ qorxurdum ki bir iş görəm. Biraz qədəm vurdum. Yarım saat olardı. Otobuslar azalmışdılar. Gəldim meydanın qırağına. 10 şahı cebimdən çıxartdım və uşağıma verdim. Uşaq hacuvac qalmışdı və mənə baxırdı. Hələ pul almağı öyrəşməmişdi. Bilmirdim nə cür öyrədəm. Meydanın o tayında bir toxmi kədu furuş çağırırdı. Barmağımla göstərdim və dedim: "Get oradan özünə qaqal, görün başarırsan." Uşağım pula baxdı və döndü mənə dedi: "Mama, gəl sən də gedək." Mən dedim: "Yox, burada dayanmışam, səni gözləyirəm. Get görün başarırsan, alasan." Uşaq pula bir də baxdı. İki ürəkli idi. Bilmirdi nə cür ala. Buracaq bir şey almağı öyrətməmişdim. Berrober mənə baxırdı. Əcib baxırdı. Halım pis oldu və ürəyim tutuldu. Halım çox pis oldu. Yaxın idi ki vazgeçəm. Sonra ki uşağım getdi və mən qaçdım. Və indiyə qədər, hətta o gün axşam tərəfi ki qonşuların gözünün qabağında qüssədən ağladım. Heç bu cür ürəyim tutulmayıb və halım pis olmayıb. Az qalmışdı taqətim qutara. Baxışları əcib idi. Uşağım sərgərdan qalmışdı. Deyəsən istəyirdi məndən bir də sual soruşa. Bilmirəm özümü nə cür saxladım. Bir sərdə toxmi kəduyini əlimlə ona göstərdim. Dedim get pulu ver, deyinəm mənə toxmi kəduyu ver. Get, afərin.
Uşaq toxumu çəduyə baxdı və engar ki istəyə bəhanə tuta və ağlaya, dedi: Mama, mən toxumu istəmirəm, tismis istəyirəm. Mən biçarə olmuşdum. Əgər uşaq biraz da məətəl eləsəydi, əgər biraz da ağlasaydı, həttəmən münsərif olardım. Amma uşaq ağlamadı. Əsəbani olmuşdum. Hövsələm sər getmişdi. Başına qışqırdım. Çişmişi də var. Get nə istəyirsən al. Get dayna. Və piyaderunun qırağında olan suyun üstündən götdüm və qoydum xiyabanın asfaltının üstünə. Əlimi belinə qoydum və qabağa tərəf itələdim. Dedim, get da gec olar. Xiyaban xəlvət idi. Xiyabanın o başından bu başına nə otobus və nə doroşka var idi ki, uşağı ayaqlayam. Uşaq 2-3 qədəm getdi qabağa və qayıtdı, dedi: Mama, tismisi də var. Mən dedim: hə, getdi, mənə 10 şahi çişmiş ver. Və o getdi. Uşaq xiyabanın vəsətinə çatmışdı ki, birdən bir maşın buq vurdu və mən qorxumdan əsdim. Və başa düşmürdüm ki, nə eləyəm. Birdən özümü xiyabanın vəsətinə atdım. Və uşağı qucağıma aldım və qaçdım piyadə rodan mərdumun arasında gizləndim. Tər üzümü, gözümü bürümüşdü və nəfəs-nəfəs vururdum. Uşaq dedi: Mama, nə oldu? Dedim: heç zat. Xiyabanın vəsətindən tez gedirlər, sən yavaş gedirsən, az qalmışdı gedəsən hotelun altına. Bunu ki dedim, az qalmışdı ağlamağım tutam. Uşaq həman torca qucağımda idi, dedi: Mama, məni qoy yerə get, bu seri tez-tez gedərəm. Şayət əgər uşaq bu sözü deməsəydi, mənim yadımdan çıxmışdı ki, nə hədəfə gəlmişəm. Amma yenidən yadıma saldı. Hələ gözümün yaşını silməmişdim ki, yadıma gəldi nəyə görə gəlmişəm. Uşağı qoydum yerə və üzündən öpdüm və dedim: bu seri tez-tez get, maşın gəlir. Yenə xiyaban xəlvət idi və uşağım getdi. Balaca qədəmlərin tez-tez götürürdü. Və mən 2-3 seri qorxdum ki, məbada ayaqları bir-birinə ilişə və yıxılam. Xiyabanın o tayına ki çatdı, döndü mənə baxdı. Mən çadramın ayaqlarını cəmləmişdim qucağıma və yola düşürdüm ki gedəm. Həmin ki uşağım döndü mənə baxdı, mən yerimdə qurudum. Elə bir oğru kimi ki oğurluq etdiği an tutulubdu. Qurudum və əllərim qoynumda qaldı. Düz o zaman kimi ki ərimin cibini axtarırdım. Və kəndukav eləyirdim ki, ərim qapıdan keçdi və məni gördü. Yenə qurudum qaldım. Tər süpürüb aparırdı. Başımı aşağı saldım. Min zəhmət ilə başımı qaldırdım və baxdım. Uşaq yerimişdi və az qalmışdı ki, toxumu çəduyə çatam. İşimi qurtarmışdım. Uşaq salim xiyabanın o tayına getmişdi. Elə o andan idi ki, elə bil uşağım yox idi. Sonuncu dəfə ki uşağıma baxırdım, elə bil ki özgələrin uşağına baxırdım. Elə bil
təzə ayaq atmış, şirin, mərdumun uşağı kimi ona baxırdım. Düz o cür ki, bir başqasının uşağına baxıb həzz etmək olar. Ona baxmaqdan həzz edirdim və əcələ ilə cəmiyyətin içində itdim. Vəli yenə vəhşət məni bürüdü. Az qalmışdı qədəmlərim quruya və yeriyədığım yerdə mixkub olam. Qorxum bundan idi ki, məbada məni bir kəs güdürmüş. Bu qorxudan tüklərim biz-biz durdu və qədəmlərimi tez-tez götdüm. 2 küçə aşağıda istəyirdim atam və qaçam. Zəhmət ilə özümü küçənin başına yetirmişdim ki, bir taksi ayağımın qabağında tormoz elədi. Mən elə bil ki, oğurluğumu tutalar. Sümüklərim əsdi. Dedim bəlkə çarrahın başındakı pasban məni görüb və minib taksiyə və düşüb dalıma və indidir ki, mənim muçumu tutam. Bilmirəm nə cür döndüm və baxdım və ürəyim keçdi. Musafirlər taksidən düşdülər, pullarını verdilər və getdilər. Mən bir rahat nəfəs aldım və bir başqa fikir zehnimə gəldi. Özüm bilmədən və gözüm bir yeri görmədən mindim taksiyə və qapını örtdüm. Sürücü qorğor elədi və yola düşdü və çadıram qapının ağzında qalmışdı. Vəqti taksi biraz uzaqlaşdı və mənim xiyalım rahat oldu. Qapını açdım və çadramı içəriyə çəkdim və qapını yenidən örtdüm. Səndəlinin poştisinə tikyə verdim və bir rahat nəfəs aldım. Və gecə eləyə bilmədim taksinin pulun ərimdən çıxardım.